İnsan bir dənə üzün qoya İmam Hüseynin zirehinə, üzün qoya İmam Hüseynin torpağına. Bilirsiniz insanın o üzü haralara qalxar, haralara gedər. Düşər söz Kərbəlanın xoşnumali səhni tağindən. Allah qismət eləsin o hərəmi hər kəsə. Düşər söz Kərbəlanın xoşnumali səhni tağindən. Ürəklər qan olar şeşyuşə bir qəbrin fərağindən. Nolar üz qəbrinə qoysam Hüseyn ey şah-ı məzluman. Məgər kəmtərdir bu qarə üzüm şimrin əyağindən. Hüseyn, sən o kəssən ki, şümr çəkməsi ilə çıxdı sinəvin üstünə, istədi başını kəsə mübarək bədənindən ayrı mübarək başını. Nolar üz qəbrivə qoysam Hüseyn ey şah-ı məzluman. Məgər kəmtərdir bu qarə üzüm şimrin əyağindən. Ağa qismət elə üzmü qoymayaq var. Üzmü qoyum Kərbəlada qəbrivin üstünə. Çünki üz Hüseynlə ağ olur. İmam Hüseynlə o üz əbədiyyət qazanır. Yavaş-yavaş Allahın höccəti meydanda tək qalır. Gəlir bir vida eləyir qız gəlinləri ilə. İmam Səccad ağa deyir, oturmuşdum xeymədə, bir də gördüm, gəldi yanıma. Vidalaşır. Atacan, ya Əba Əbdillah, niyə vidalaşırsan? Dedi, oğlum Səccad, meydana girirəm. Atacan, niyə meydana girirsən? Bəs hani Həbib, hani Müslim? Dedi, hamısı şəhid oldu. Bəs hani Əbəlfəz? Dedi, Səccadım, Əbəlfəzlin qolları getdi. O uca boy doğrandı Kərbəlada. Bəs qardaşım Əkbər anı? Dedi, fəqət tə'vuhu irbən irba. Doğradılar onda tikə-tikə. Rivayətlərdə var ki, deyir, qılıncın qoydu yerə, söykəndi, istədi ayağa qalxsın. İmam Səccad ağa dedi, oğul, hara qalxırsan? Dedi, Allahın höccəti Peyğəmbər balası meydanda tək qalıb. Mən oturmuşam, qalxıram ki, Peyğəmbər balasını müdafiə edeyim. Yox, Səccadım, sən məndən sonra Allahın höccəti sən, imamət sənə tapşırılacaq. Görüşdü, girdi meydana. Meydana girəndə deyirlər, ağa otdu atın üstünə. Gəldi bir yerdə, gördü at getmir. At niyə getmir? Birdən baxdı yerə, gördü bir nəfər qız uşağı kəsib atının qabağını. Dedi, qızım çəkil yolumdan gedim, dedi, o ata, atdan düş, atdan düş. Səndən bir sözüm var. Deyirlər, xanım Rüqəyyə idi o balaca qız, kəsdi atasının qabağını. Ata atdan düşdü yerə. Dedi, sözün nədir ata? Dedi, məni qucağıma götürməsə, deməyəcəm ata. Deyir, xanım Rüqəyyəni götürdü qucağına, İmam Hüseyin ağa. Dedi, indi nədir sözün bala? Dedi, atacan yadındadır, Müslimin şəhidlik xəbəri sənə çatanda, qızın götürdün, qoydun qucağıma, əlvi çəkdin başına, dedin ki, bala, indi bundan sonra yetim qaldınız. Atavuz mən olacağım, atavuz şəhid oldu. Nəvaziş göstərdin, atacan istəyim budur, mənə də əlvi çək başıma, mənə də bir nəvaziş göstər, çünki mənim yetimliyim başlayır. Deyir, İmam Hüseyin ağa ona nəvaziş göstərdi, deyir, yuxuladı. Biraz keçdi, ayıldı yuxuda. Dedi, ata məni qoy yerə, indi buyur get. Qızım, niyə? Mən bunu eşitmişəm. Dedi, anın Zəhra gəldi yuxuma. Dedi, bala oyan, balam Hüseyni yubatma. Balam Hüseyni yubatma. Deyir, ağa gəldi, girdi meydana. Xanım Zeynəb gəldi, çıxdı bir dənə təllin üstünə. Allah hər kəsə qismət eləsin. Baxırdı, deyir, qətlicaha. Ki, görüm İmam Hüseyin ağa nə iş görür. Bir də gördülər ki, Hüseyni saldılar atdan. Xanım Zeynəb qaça-qaça gəldi, deyir, o çıxır yerə.
O düşən yerə gördü. Şümür oturub artıq ağanın sinəsi üstündə. Kəsmə zalim Hüseynimin başını. Deyir, o qılıncı çəkdi, istədi kəssin. Xanım Zeynəb əlin apardı, deyir, qılıncın o kəsən tərəfindən tutdu. O deyir, güc verirdi, xanım Zeynəb saxlayırdı ki, qılınc enməsin aşağı. Deyir, xanım Zeynəbin əli qanadı, qanı düşdü o çuxur yerə. Bacı qardaş qanları qarışdı bir-birinə. Baxdı İmam Hüseyin əleyhissalam, dedi, bacı Zeynəb buradan aralan, buradan çıx get. Xanım Zeynəb ağanın sözünə əməl elədi, deyir, çıxdı, gəldi. Amma deyir, görəsən, hamı həyəcanla gözləyirdilər ki, İmam Hüseyin əleyhissalam nəcür olacaq. Bir də gördülər ki, xeymənin qabağında İmam Hüseyin ağanın atı Zülcənah səs çıxartır, fəryad qoparır. Qız gəlinlər sevindilər bəziləri. Dedilər, hə, Hüseyin qayıtdı meydandan. Hamı deyir, çıxanda gördülər ki, at sahibsizdir, Zülcənah sahibsizdir. Deyir, qız gəlinlər gəldilər Zülcənahın yanına. Hədislərdə var. Deyir, o hərəm əhlindən bir qadın gəldi, deyir, baxdı, gördü ki, Zülcənah qan içindədir. Deyirlər, orada Zülcənah İmam Hüseyin əleyhissalamı şəhid eləyəndən sonra başın, deyir, batırdı İmam Hüseyin ağanın qanına, qanla, deyir, qayıtdı dala. O Zülcənahı tutmaq istəyirdilər. Ömər Səd göstəriş verdi ki, o Zülcənahı tutun, mən onun arzusundayam ki, İmam Hüseynin mindiyi ata minim. Amma deyir, at özün vururdu ora-bura ki, bunu tuta bilməsinlər. Hətta tarix yazır, o atın ayağı altında da qalan neçə nəfər oldu, cəhənnəmə vasil oldular. Amma at özün bir təhər çıxartdı, deyir, gəldi xeymələrə. Xeymələrə gələndə, deyir, hamı baxdı, gördü sahibsiz gəlib. Qadınlardan biri gəldi, qızlardan idi, ya bacısı idi. Dedi, leysə ləkəl vəfa, Zülcənah, vəfon harda qaldı? Limə əzhəbtəhu və ma ci'tə bihi, niyə apardın atamı ama qaytarmadın? Səkinə gəldi, əllərin qoydu Zülcənahın üstünə. Baxdı, gördü ki, qanla bulaşıb, üzün gözün sürtüb torpağa. Baxdı Zülcənaha, dedi, Zülcənah, olar səndən bir söz soruşum. Həl suqiyə əbi, əl-qutilə ətşana, atam su içdi, ya susuz şəhid oldu. Hərə bir sözlə deyirdilər, ağlayırdılar. Bir də gördülər ki, at fəryad qoparır. Az-zalimə min ümmətin qətələt ibni binti nəbiyyəha və hum yəqrəunəl Qur'an əlləzi cəə bihi iləyhim. Atın fəryadını məsumlarımız dilə gətiriblər ki, fəryad olsun bu ümmətin əlindən peyğəmbərlərinin, qızlarının balasını, xanım Zəhra balasını şəhid elədilər. İmam Hüseyin əleyhissalam o çuxur yerdə artıq mübarək başını bədənindən ayırmaq istəyəndə gözlərini açdı, gördü Şümr oturub ağanın sinəsi üstündə. Bir söz buyurdu, dedi, Şümr, nə uca yerə çıxmısan, nə böyük yerə çıxmısan, ağa nə olub ki? Dedi, o sinədən babam peyğəmbər öpüb, o sinədən babam peyğəmbər öpüb. Əla lənətullahi aləl qavmiz zalimin və səyələmullezine zələmu əyyəmun qələbin yənqalib.